Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Salam qonşu. Əleyküm Necəsən? salam. Sağ ol, yaxşıyam. Sən necəsən? Deyirəm ay şəkər. Bugün məhəllədə də söz söhbətimiz düşdü. Sən də pis danışdın da mənimlə. Adam əsəbi olanda olur da hərdən. Sən böyütdün də, sən böyütməsən mən heç elə danışmırdım. Ay bacı, adam uşaq söhbətinə qarışmaz. Mən o uşaq söhbətini yaddan çıxartmışam, amma sən görünür heç yaddan çıxartmamısan. Nə lazım idi? Nə bilim, dedim də ürəyində qalmasın. Deyirəm, nə lazım idi? Onlar özüm seçim. Hə, geç seç. Gözdə hələ yeni yığıram. Yığ, yığ. Təzədir meyvələrin. Təzədir, təzə. Narahat olma. Sən hələ bunları çək. Başqa nəsə olacaq? Yox, elə bunları hesabla. Gör nə qədər yeyir. İşte 24 manat. 24 manat. Bunu belə aparacaqsan, qoy bloka. Yox, yox, qoy kloka, əlbəttə qoy. Ayda, şəkər, pul qabım qalıb evdə. Qalıb da nə olar, narahat olma. Onsuz da buradan keçəndə verərsən. Yox, yox, mən heç borçlu qalmaq sevmirəm. Kartın varsa kartını deyil, pul atım kartı. Düz sözüm deyil ki, burada sanda keçəndə verərsən. Axşama qədər 100 dəfə o yana bu yana keçirsən. Yox, sən Allah kartımı ver, kartımı ver. Mən ödəməsəm Skan eləyə bilirsən? Hı. Al. Bax, ödədim. 24 manat. Hə. Çox sağ ol. Buyur. Sağ Hələlik bacı. Hələlik, sağ Hələlik. Bacıya bax, uşaq üstündə öldürür məni. Bacı. Banan. Bir həftə bəsillərdə bir şey. Həkim badi deyə qayıdıb hər gün dərmanları atmalısan. Yaxşı, bax 3 gün atım, 4-cü gün yaxşıyam, elə şey yoxdur. Yaxşı ata. Bu vaxt kimdir yəni? Hər kimdir, dur gör kimdir də. Necəsiz, nə tərz? Hoş gəlmişsiniz, gəlin. Gəlin. Qəvzə ilə burada çıxardın. Ay. Gəlin. Gəlin, hoş gəlmişsiniz, gəlin. Gör kim gəlib ata. Salam, gəlmək olar. Əlbəttə, ay Sanıbər, səni xoş gəlmisiniz. Ay Sanıbər, səni xoş gəlmisən. Salam əleykum. Mənim əziz nəvəm, belə səni xoş gəlmisən babanın evinə. Sağ ol, çox sağ ol.
Elə Əhməd əmi keçən dəfə sizə dəyib gedəndən sonra oturdum, fikirləşdim, pis oldum. Dedim qoy Ariflə bir də özüm danışım, başa salım, deyim ki, baba səni görmək istəyir, arzulayır. Sağ olsun, qəbul elədim. Sən mənim bilirsən, mənə dünyanı bağışladın. Arif. Keçən dəfə mən səni görəndə heç mənim ağlıma gəlməzdi ki. Ata, Yaxşı, başa düşdüm. nə deyim? Baba yerə kövrəlib olmaz. Necə yaraşıqlı nəvəm var mənim. Maşallah, Allah saxlasın, Allah saxlasın. Qardaş oğlu, nəsə lazım olsa əmilərin qulluğunda da, görsən içi də əmilərim var. Özə biz tərəfə çəkib, görərsəniz bax. Ev ki, gözümüzdən uzaq böyüdün. Amma narahat olma, bundan sonra həmişə sənin yanında yox. Sağ ol. Gəlin keçin. Əyləşin də, doğrudan gəl. Gəlin. Nətər gəl, gəl. Sən mənim yanımda üstün. Böyük kişi oldun maşallah. Özü biz tərəfə çəkib, ata. Hə? Danış görək nətərsən, necəsən, belə işlərin nətər gedir. Söz də tamam deyə bilmirəm. Belə də baba, yaxşılıqdır. Alo, salam. Mənim şikayətim var. İndi məhəllə dükanında oldum. Orada qanunsuz işləyirlər. Ödənişi kartdan kartı ödədim. Aha, bəli. Qanunsuz işləyirlər. Vergidən yayınma var. Xahiş edirəm bu barədə tədbir görəsiz. Ünvan? Hə, deyirəm indi qeyd edeyim. Hara gedirsən? Sağdan çıxdın, hə? Sən mənim sualımı yayındırma. Sualıma cavab ver. Hara gedirsən? İşim var, şəkər. Mən onu tez həll edib gələcəm. Nasıl? Olmasın işin. Heç arad gedib eləmə. Problemə salacaqsan ikimizi də. Şəkər, Arifə də söz vermişdim, getməyəcəm. Amma elə şeylər eşitmişəm ki, mütləq gedib danışmalıyam. Axırıncı dəfədən olar, mənim yola verməsin. Xeyr, gedib danışmamalısan. Bax, sənin ucbatında mən bu evdə o qədər yalan danışmışam. Yaşar bilsə mən qapının özünə qoyacaq. Yaşar bilsə mən qapının ağzına qoyacaq. Yandım. Nazlı, sən məni belə də yandırırsan, elə də yandırırsan. Yaşlı, heç kim bilməyəcək, nə olur? Bax, özünü mənim yerimə qoy. Deyirəm ki, sənə Xəzər pis vəziyyətdədir. Bax, bütün gün içir, öz sağlamlığına ziyan vurur. Gedib yarım saat danışıb məsələni həll edib gələcəm. Mən bilmirəm. Mən işə gedirəm, özün bilərsən. Mənlik deyil. Sən heç nə görməmisən və sən başqa heç nə lazımdır. Tutulsan mənlik deyil. Hə, yaxşı. Əlim yandı. Arif salam. Salam Meleç. Xoş gördük. Anam dedi ki, babam səni görmək istəyir. Biz də getdik. Hə Arif. İnanırsan babamın heç dilindən ağzından düşmürsən. Kişi o qədər sevindi ki, sən də sağ ol ki, məni qırmayıb getdin. Çox sağ ol. Əslində hər şey birdən-birə oldu. Olanları qəbul etmək çox çətin oldu mənim üçün. Bilirəm Arif. Sənin üçün nə qədər çətin oldusa, bir o qədər də mənim üçün çətindir. İstəyirəm bunları başa düşəsən. Çox çətindir, çox. O vaxt atam öləndə çox pis olurdum, özümə gələ bilmirdim. Onda anam mənə demişdi ki, sənin öz atan deyil. Əslində kişi mənə çox yaxşı davranırdı. Bilə-bilə ki, mən onun oğlu deyiləm, mənə öz balası kimi sevirdi. Qəlbimi qırmırdı. Başa düşürəm. Allah rəhmət eləsin. Amin. Amma olanlarda mənim böyük günahım var, səhvim var. İstəyirəm olan... Əşi, olan olub keçən keçir. Əsas odur ki, anam xoşbəxtdir. Bunun bu xoşbəxtçiliyini bir dəfə mən korladım. İndi də sən onu bağışlamışsın. Buna görə də mən pis oluram. Nəysə.
Getdin mi? Get sağ Sağ salamat. salamat. Sağ ol Arif. Gəl Nazlı, gəl. Evdə problem olmadı ki. Hələ ki yox, sonra bilmirəm nə olacaq. Xəzər evdə gücdən qaçıb gəlmişəm. Gözlə çağırım. Nəsə lazım olsa deyərsiniz. Yenə içmisən? Ağlım sənə o qədər maraqlı deyil, Nazlı. Maraqlı olmasa durub gəlmərəm ki bura. Xəzər, niyə belə eləyirsən? Niyə özünü bu günə qoyursan? Nazlı, sən gör məni sevirsən də, gör mənim qeydimə qalırsan. Mən xəstəxanada yatdım, bir dəfə mənim yanıma gəlmədin, bir dəfə baş çəkmədin. Yəni mən bu qədər maraqsızdım da sənin üçün. Yəni sevən adam belə eləyər, onsuz da mən yetim adamam. Sən kim deyir ki, mən gəlməmişəm yanıva? Gəlmişdim də Xəzər xəstəxanaya, sən hələ ayılmamışdın. Sevda da gördü, Şahnaz xala da gördü. Deməyiblər sənə? Ciddi sən gəlmişdin yanıma. Elə şey olar mən gəlməyim. Bir də ki, bu sevmək, sevməmək, belə söhbətlər hardan çıxdı ki? Xəzər, mən səni sevməsəm durub qaça-qaça bura gələrəm. Qardaşlarım hərəsi bir tərəfdən üstümə düşüblər. Mən elə bildim ki, sən mənim yanıma gəlməmsən. Vezin olmamışam. Elə şey ola bilər səncə? Mən deyirəm ki, bir müddət ayrı qalaq, qoy ara biraz sakitləşsin, amma deməmişəm ki, səni sevmirəm. Xəzər, xahiş edirəm, nə olar bu qədər içmə. Mənə görə, bizə görə özünü qoru. Sənin canın sağlam olsun ki, hər şey yaxşı olsun. Yaxşı? Nazlı, mən sənsiz çox pisəm. İstəyirəm ki, həmişə yanımda olasan. Mən də sənsiz çox pisəm. Amma biraz dözək də. Biraz dözək, hər şey yaxşı olacaq. Nəsə getməliyəm mən indi. Mən burada görsələr yaxşı olmayacaq. Getmə, Nazlı. Getməliyəm, Xəzər, məcburam. Ay Nazlı çıx da. Gedib girdi onların evinə, indi kimsə görəcək. Bu qız məni öldürməmiş, əl çəkməyəcək. Salam ay qonşu. Salam. Ay şəkər, məhsulların əla idi. Bəyəndin? Bacım da çox bəyəndi. İndi gəlmişəm onun üçün almağa. Get nə istəyirsən götür də. Elə ikisi? Kompotumun da bir dadına baxaq. Nə qədər eləyir bu? Bir dəqiqə. Ay şəkər, pul indi kartda qaldı, çıxarda bilmədim. Elə həminki kimi eləyək? Eləyək də tut görüm bunu. Orada da kartım var məndə. Deməli, Nə qədər eləyir onu deyil? 20. 20. Amma belə eləmək olmaz da. Gəldi. Gələk kassa ilə işləyəsiz. Neynədim ki, ay bacı, demədin ki, pulum yoxdur, kartdan kart eləyim. Ay bacı, indi mən qonşuyam, kartdan karta atıram. Amma yad adama eləmək olmaz. Sən dedin ki, bu da mənim yaxşılığım, götür görüm, ala. Allah canını sağ eləsin. Salam. Siz ödənişi kartdan karta etdiniz. Bəli. Satıcı sizsiz. Bəli, mənəm. Siz kimsiniz? Mən vergi müfəttişiyəm. Siz etdiyiniz bilirsiniz qanuna ziddir. Yo, nə qanuna zid? Neynəmişəm ki mən? Necə yəni nə elədim? Siz elədiyiniz qanuna ziddir. Vergidən yayınmaq deməkdir. Dövlətin qanununa qarşı çıxmaq deməkdir. Buna görə dükanınız cərimələnəcək. Yox da cərimələnməsin. Nasıl mən bilmirəm. O da qonşudur. Gəldi dedi ki, Heç bir sözünüzün əsası yoxdur. Nə desəz faydasızdır. Dedi ki, nağd pulum yoxdur, kartdan kart dedim. Bunları mənim yoldaşım bilir, mən bilmirəm. Dükan kimin adınadır? Cərimələyirsiniz?
Deyirəm şükür sən də üzvü gülən gördük. Day dəqiq bildim ki, Nazlı məni sevir. Elə bilirdim ki, məni yaddan çıxardı. Amma yaddan çıxarsaydı, yəqin ki, qapıya kim gəlməzdilər. Xəzər? Elə bir qulağıma nəsə bir söz gəldi. Nazlı bura gəlmişdi. Ha. Bu qızda yüz gördüm də mən. Qardaşlarından da qorxmur bu qız. Mama, xahiş edirəm Nazlı haqqında düz danış da. Sən Nazlını tanımırsan ki, məni görməyə gəlib də qız. Nəyinib ki? Düzgün eləməyib də. Mama yaxşı tərəfdən bax da. Qardaşım Nazlıya söz verib ki, bir də içməyəcək. Mama, sən mənə niyə yalan danışmısan? Sən onu denən, Nazlı bura niyə gəlib? Onları boş ver. Sən də gör mənə niyə yalan danışmısan? Nə demişim? Mənim səndən soruşuram. Deyirəm ki, niyə yalan danışmısan mənə ki? Hansı yalanı da Güya deyim? Nazlı xəstəxanaya məni görməyə gəlməyib, heç mənim üçün hal-əhval tutmuyub. Niyə? Elə ora ən birinci gələn Nazlıdır. Niyə mənə yalan danışsan, hə? Mən neyniyim, necə eləyim ki, sən bu şeylərdən əl çəkəsən? Ay Allah. Sevdiyə də icazə verməmsən ki, yazıq qız desin mənə. Belə lazım idi, belə də eləmişəm. Şəkər bacı, nə olub, niyə ağlayırsan? Ölmüşəm ay Nəcib, ölmüşəm, mənə ağlayanım yoxdur. Allah uzaq eləsin, nə olub? Elə bil ki, elə bir Şəkər bacın ölüb, bax belə ortalıqdadır. Onu 3 dəfə götürüb qoyub aparıb bastıran lazımdır. Şəkər bacımın o başlamamış bitən biznesi getdi. Şəkər bacının cavan canı getdi. Ağ bəxtim qara oldu, qara, bilək. Ölmüşəm. Ağ bəxtimi qara yazdı talihim. Necə də görüm, nə ağlayıq Şəkər bacı? Bilmədim, başa düşmədim işte. Bu qonşu yoxdur, Ayxanım, yəni qonşumuz. O gəldi dükana, alış-veriş elədi, dedi ki, pulqabım evdə qalıb. Olar kartla verim, dedim verdən olar. Kartımdan kartımı atdı. 2 dəfə belə elədi. İkincidə müfəttiş girdi içəri, dedi ki, vergilərdən gəlmişəm. Nə danışırsan? Siz qanun pozursunuz, buna görə də 1000 manat cərimə. 1000 manatı? Təsəvvür edirsən? O qonşu oturduğum yerdə məni zibilə saldı. Mən indi evdəkilərə nə deyəcəm? Mən Yaşara nə deyəcəm? Yaşar demə, Yaşardan mən də qorxam. Güclə mənə icazə vermişdi burada işləməyə. Bu səfər 100% qoymayacaq. Yaşardan nətər gizlədəcək? Yenə nə olub burada? Nə məsələdir? Hadi belə. Gəl Toğrul, gəl. Gedək otağa. Mənim yaxşılığımı istəyən ana belə şey eləməz də, bilirsən. Sən görürsən ki, mən nə haldayam, amma sən mənə düzünü demirsən. Ay bala, ay oğul, niyə başa düşmürsən? O qızdan uzaq durmağın sənin üçün daha məsləhətlidir, daha təhlükəsizdir. Başıma nə gəlirsə, o qızın ucbatından gəlir. O qız başdan ayağa problemdir, ay. Əşi, mənim başıma nə gəlir, problemdir, deyil, bunun heç kimə adiyyəti yoxdur. Sən nə evə lazım sevirəm, eləyirəm, ölənə kimi də arxasındayam. Amma mən uşağımın canından keçməmişim, başa düşürsən? Bu qız qardaşlarından da qorxmur. Sənin üçün də təhlükə yaradır, ay oğul. Özü üçün də. O qızın qardaşları
Söz də tapmıram sənə deməyə, ay bala. Özü də o necə qızdır? Ağzında söz qalmır. Nə olur, o saat gəlib sənə xəbər eləyir, çatdırır. Əşi pislik elədi, gəldi düzün dedi də. Mən elə bilirdim ki, Nazlı məni sevmir. Mən də fikir edirəm boş-boşuna. Sən demə, hamıdan qabaq məni görməyə gələn elə Nazlıdır. Yoxsa sən nə etməyə çalışırsan, hə mama? Nə etməyə çalışırsan, deyirəm mən də bilim. Sən mənim anamsan, anam. Başqa adam mənə belə şey desə deyərəm ki, eybi yox, mən ögəyəm, bilmir eləyir. Sən öz doğma övladın görürsən ki, pisdir, gəlir, araq içir, keyfi yoxdur, səninlə münasibəti bərbaddır. Bunları görə-görə sən mənə düzünü demirsən ki, mən də sakitləşim, hər şeyin düzünü bilim, pis-pis vərdişlərlə məşğul olmayım. Sən güya mənə ağıl öyrədirsən. Mən ağıl öyrətmirəm, mən içimdən keçən şeyləri deyirəm. Mən Nazlını sevirəm. Başa düşürsən? Nazlının yolunda da hər şey eləməyə hazıram. Məndən gizlətmə də hər şeyi. Bəsdir də. Mən neyiniyim ki, bu hərəkətlərdən əl çəkəsən, hə? Gördün? Yatsaydım yuxuma da girməzdi ki, Xəzər mənlə bu tonda danışacaq. Mənə dediklərinə bax. Mən bunun yaxşılığı üçün çalışıram. Bunun mənə dediklərinə bax. Mən sənə demişdim, mama. Nəyi demişdin? Demişdim ki, Xəzər bir gün əsəbləşəcək, çox pis. Gördün, özünü düşmən kimi aparırdın. Deyib, bu da axırı. Ay bala, siz niyə qalmırsınız? Siz niyə başa düşmürsünüz? Mən nə eləyirəmsə, sizin yaxşılığınız üçün eləyirəm. Anaya deyiləsi sözdür o söz. İncimə, mama. Amma özün günahkarsan. Sən də heç qardaşından bir addım dala qalmırsan. Sizdən deyiləm mən, ha belə, nə olur? Mən deyəm bax. Şəkər, nə olub, paşa salım görün. Yaşar, sənə yalan deyə bilmərəm, düzün deyəcəm. Hə də düzün deyənə görüm nə olub, hə? Vergidən gəlmişdilər. Dükanı 1000 manat cərimələdilər. 1000 manat, niyə? Mən bilməyərəkdən ödənişi kartdan karta almışdım. Ona görə cərimələdilər, amma nə olar, əsəbləşmədən xahiş edirəm, onlar. Haqqı bilməyib, qaqa. Şəkər bazı yoxsa bilə-bilə eləməzdi, vallah bilmir. And olsun bilmirdim, Yaşar, bilmirdim, bilsəm eləməzdim, nə olar əsəbləşmə, xahiş edirəm. Əsəbləşirəm, amma sənə əsəbləşmirəm. Nə olar, qurban olum, əsəbləşmədən xahiş edirəm. Ay, deyirəm, sənə əsəbləşmirəm də, özümə əsəbləşirəm. Mən əsəbləşmirsən? Yox, səndə günah yoxdur. Günah bizdədir. Günah bizdədir ki, sənə bu dükanın qayda qanununu izah eləməmişik. Dükanda yenə də deyirəm, bil, eşit, bu vaxta qədər deməmişik, indi deyim. Dükanda ümumiyyətlə kimsə nəsə gəlib alanda kartdan karta pul atmaq qəti qadağandır, olmaz. Başa düşdün indi? Hə, başa düşdüm. Vəssalam. Sən amma dəqiq mənə əsəbləşmədin də, düzdür, hə? Deyirəm, əsəbləşmədim də, Şəkər. İndi bir də soruşasan, əsəbləşəsən. Yox, soruşmuram. Soruşmuram. Zorla əsəbləşdirmə də. Qulaq as. Daha olub, olan olub. İndi başa salın görüm, başdan danışın görüm, nə olub, nə tər olub. Ayxanım var ya, qonşu. O gəlibmiş alış-veriş. Mənim başıma gəlib hadisə, mən danışaram. Hə, Ayxanım gəldi, alış-veriş elədi, dedi ki, pul qabım evdə qalıb, olar sənin kartını atım, dedim, hə, nə olar, onlar da qonşuyuq da. Onu elədi. Yaxşı, daha bəsdir. Ayxanımı bildim kimdir. Amma mən, nəysə, onları yaxşı tanıyıram mən. Qulaqlarımı səndən üzr istəyirəm. Arif burada səni görən kimi gizlən. Hardadır? Orada dəmirin arxasında dayanıb. Biləkanda. Başa düşmürəm, niyə gizlənib ki? Səndən danışmaq istəyir yəqin.
Yox, heç mən də danışmayacağım ona. Əsas odur ki, siz də topalı dil tapmısınız, mehribansınız, bu mənim bəsimdir. Axırıncı dəfə mənə bir kəlmə dedi ki, dayısı ilə evlənmək istəmirəm. Eşit, nəysə. Özünüzü yeni yetmələr kimi aparırsınız. Mənim üçün önəmli olan sənin yaxşı olmağın. Sən yaxşı ol. Neyse. Onda sen de gel. Bu nazili o da nazili çeksin. Geç. Dehşet. Sən üçün elə darıxıram ayına. Bilirəm, çox səhvlər eləmişəm. Amma heç kimə ziyan vermək üçün eləməmişəm o səhvləri. Mən də istədim hamı kimi sevim, sevilim. Xəzər o tərəfdə əziyyət çəkir, mən bu tərəfdə. Kaş yanımda olaydı. Kaş məni qoruyardı. Balama ürəyi istəyən yeməyi bişirmişim. Yiyisənə qurban çəkin. İstəmirəm, çox sağ ol. Yaxşı da, Xəzər, eləmə də elə. Başa düşürəm, səhv eləmişəm. Düzgün eləməmişəm. Günahımı boynuma alıram. Amma vallahi nə eləmişəmsə sənin yaxşılığın üçün eləmişəm. Bu haqda danışmaq istəmirəm də, xahiş edirəm. Bağlayaq bu söhbəti. Onda yeməyi yeyim. Mənə bundan sonra sənin yeməyin lazım deyil. Çox pis xətrimə dəymisən, səndən də bu hərəkəti heç vaxt gözləməzdim. Bir də mənə oğlum zat demə. Çünki səndən gözləmədiyim hərəkət eləmirsən, çox xətrimə dəymisən. Sənə o qədər əsəbiyəm ki, səndən danışsam xətrinə dəyə bilərəm. Ona görə bir müddətdə danışmayaq. Bir dənə qıza görə anaya dediyi sözlərə bax. Qız bunun başını əməlli başlı xarab eləyib. Uşağımın başına oyun gəlməsə yaxşıdır. Yox, evdəyəm. Hələ qapını açdım, çıxdım çölə özümə. Yox, məndə vaxt var, səndə. Darıxmadan vaxt eləyib görüşərik, narahat olma. Yaxşı qadası, yaxşı. Sağ ol. Arif, salam əleykum. Salam, xala. Sənə deyəcəklərim var, bala. Nəsə olub? Nə olub, de görüm. Aha. Yox, eşidirsən, qardaş, bax. Mənim deməyim odur ki, qonşu qonşunun dükanına ziyan verməz.
Yəni mən sənə açıq-aşkar deyirəm, mənim yoldaşımın elə şeydən başı çıxmır da, başı çıxsaydı yəni deməzdim. Salam şəkər. Salam, salam. Meyvələr təzədir. Hə, təzədir. Al, ekspersən yox. Mamamı görməmsən, gəlməyib buralara. A kişi, bir qulaq as da mənə də. Yəni yox, bir dənə sən mənə qulaq as. Bizdə dükanda hər şey düppədüz qaydasındadır. Biz vergilər də vaxtında veririk. Bütün işlərimizi biz dəqiq görürük. Amma deyirəm bu qonşuluqda ayıbdır. Yenə nə olub, ha? Mama Yılmaz da əsəbləşir. Qorxuram nəsə eləyər. Yalan. Ay qız, dayda nə yeni evimiz yıxıldı ki? Ay qız, nə olur? Heç nə, meyvə almağa gəlib də. Hə. Qoy görüm. Hə, ay Yaşar, elə deyirsən ki, meyvə satırıq, cəmaat da meyvə alır da. Buyur bacı, 3 manat. Nə oldu, yoxsa qalsın? Yox, burada. Ana, nəsə qaçım, kimsən gəlin durmadan. Qaç. Yaxşı qızdır bu qız. Problem yoxdur ki. Yox, nə problem olsun? Dur bir dənə çaydan zaten bir şey verdi. Yaşar, evdə çay, burada çay, bəsdir də. Yaxşı istəmirəm, içmə. Nə dayanıb baxırsan? De də sözümü. Dediyim odur ki, Hə. bacınızın xatasını oğlumdan uzaq tutun. Başa düşmədim. Nə baş verib ki? O baş verib ki, Hə. bacınıza yiyəlik eləyin. Sahib çıxın. Mən Xəzəri Nazlıdan uzaq tuturam. Ona görə də uşağımla üz-göz oluram. Amma sizin bacınız uşağın beynini doldurur, xarab eləyir. Sonra da siz qardaşlar tökülüşürsünüz uşağımın üstünə, döyüb pis günə qoyursunuz. Nə vaxta qədər? Axı mən də anayam. Nə qədər dözəcəm buna? Bacımıza sahib çıxın, day bala.